Salam dostlar, bugün mən sizə TikTokda izləyici sayınızı artıraraq necə canlı yayın aça bilərsiniz onu göstərəcəm. Bunun üçün sizdən TikTok hesabınızın şifrəsi tələb olunmur, bir proqram, uygulama yükləməyə də ehtiyac yoxdur. Öz hesabımı göstərirəm sizə hal-hazırda və hesabıma gələn takipçiləri göstərirəm. Görürsünüz, hamısı yaxın vaxt ərzində gələn takipçilərdir. Hamısında profil şəkli var, heç bir düşüş olmur. Məsələn, bu takipçiləri göndərirsiniz, bir ayda keçsə, bir ildə keçsə üstündən, yəni düşüş olmur, qarantilidir, yəni bu takipçilər. Bu arada bu videomu bəyənən, kanalıma abunə olan və istifadəçi adını şərh qismində yazan hər kəsə 1000 TikTok izləyicisi hədiyyə edəcəm. Bu ayarları mütləq etməlisiniz bu hiləni tətbiq edərkən. Gizliliyə daxil olursunuz və özəl hesab yazılan yer var. Hesabınızı mütləq şəkildə hər kəsə açıq edirsiniz. Sonra öz istifadəçi adınızı buradan kopyalayırsınız. Amma videonu mütləq sonuna qədər izləyin. Sonuna qədər izləmirsiniz, yarıda buraxıb gedib tətbiq edirsiniz hiləni. Sonra deyirsiniz ki, olmadı, alınmadı, edə bilmədim. Sonra Google-a daxil olursunuz. Axtarma yerinə takipci.com yazıb bu sayta giriş edirsiniz. Və ən aşağı gəlirsiniz. Burada bütün hilələr var. Yəni bunlar pulsuz xidmətlərdir. Sonra TikTok hilələrinə gəlirsiniz və TikTok izləyici hiləsinə daxil olursunuz. Açılan yerə yuxarı öz istifadəçi adınızı yazırsınız. Buradan miqdarı seçirsiniz. Azərbaycan və ya xarici serveri seçib göndər düyməsinə basırsınız.